Salam dostlar, kanalıma videoma hoş gəlmisiniz. Bugün sizlerle birlikte təkəm və bugün sizlerle birlikte yine top çiləyəcəm. Top çiləməyi sevirəm, onun için top çiləyəcəm. Bir də sizə bunu açıqlayayım ki, o günlər video gələ bilmədi. Əslində məhəllə maçı gələcəkdi. Sinif yoldaşlarımla danışmışdım. Yəni bir çox sinif yoldaşım, bir də küçəmizin uşaqları. Danışmışdım, hər şey hazır idi, amma hava proqnozu bizim bildiyimiz qədər getmədi. Əslində biz isti olacağını gözləyirdik, amma soyuq oldu. İndi də soyuqda, hava dolub durub, amma mən yenə də sizə video çəkəcəm. İndi mən telefonu bir yerə sabitləyəcəm və top çiləyəcəm. Bu arada dostlar, yorumlara yazın. Uzun video yorumu bir videoda karxıb bağlamışam. Bu videoda inşallah bağlamayacağım Allahın izni ilə. İndi telefonu bir yerə sabitləyəcəm və çiləyəcəm. İnşallah gözəl bir oyun olur, amma yəni bir-iki ev paltarındayım. Həm də yəni yorğunam, çox qəşəng çiləyə bilməyəcəm, amma əlimdən gəldikcə çiləyəcəm. Sabah əgər hava günəşli olsa, mənim bildiyim qədər hava günəşli olacaq. Əgər elə olsa məhəllə oyunu gələcək, sizə söz verirəm. O da olmasa başqa görevli videolar gələcək. İndi çiləməyə keçək. Dostlar, indi çiləməyə başlayıram, amma bilin ki, çox yorğunam. Ona görə zəif çiləyəcəm, özümü də yormayacağım. Bir 40-50 eləyib buraxacağım, yəni video fikri bulamadım. Bilirsiniz ki, sizə də dedim də videonun başında hava pisdir. Yəni çiləməyə başlayaq. Bir sayacağım dostlar. Bir 50 falan eləyərim də inşallah. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 37, 38, 38, 40, 41, 43, 44, 45, 47, 48, 50, 51, 52, 53, 54, 55, 62, 60, 70, 71, 72, 73, altı. Ve dostlar, 76 siledim. Yorgun ola. İnşallah sabah bir güzel video çıkacak. Yorgun idim, ona göre 76 siledim. Bir 3-4 tane de vuruş edip eve getirəm. Shorts videosu atacağım. Vuruşlar deyileyim, fisiyo. Bugünlük bu qədər çilədim. Yəni 76 çilədim. Hələ yorğun ola. Hələ də nəfəs-nəfəsiyəm. İndi bir iki vuruş eləyəcəm. Ondan sonra keçəcəm içəri. Bugünlük video bu qədər. Çünki bugün hava pis olduğu üçün qəşəng video çəkəmədim. Amma sabah inşallah hava qəşəng olsa məhəllə futbolu gələcək. Sağ olun dostlar. Görüşərik.